Salam, hər vaxtınız xeyir. Mən Toğrul Əzizov, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Əgər iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək verə bilərəm. Bu dəstəkdən faydalanmaq, yararlanmaq üçün isə videonun üzərində qeyd olunan əlaqə vasitəsinə mesaj yazа bilərsiniz. Diqqət etsəniz, görə bilərsiniz əlaqə vasitəsini. Yoldaşlar, deməli bugün mən sizə fəhlə iş elanlarından təxminən bir 3-4 dənəsini sadalamaq istəyirəm. Bugün 17 aprel 2025 tarixidir, qeyd edim ki, Tolina şirkətində fəhlə işi var. 20-35 yaşlı kişilər üçündür yoldaşlar. Maaş birinci ay 750 manatdır, ikinci aydan etibarən 840 manatdır. İşi tam öyrəndikdən sonra isə maaşdan əlavə bonus faizi də var. Sonra istirahət günləri 14 gündən 1 olur yoldaşlar. Bax, belə bir detal var. Əlavə iş saatına qaldığınız zaman hər saata görə 5 manat ödəyirlər. İş yeri də Lövbatan qəsəbəsindədir, Abşeron ticarət mərkəzindədir. Bax, belə bir yerdir, bir mağazadır yoldaşlar. Yükləri daşıyırsınız, ambara daxil olan məhsulların qəbulu və boşaldılması işi ilə məşğul olursunuz və s. Sonra fəhlə işi Fox Engineering and Construction şirkətində var. Bu tikinti sahəsində aparılan işlərdə iştirak edəcəksiniz. Fiziki gücə malik olmalısınız, məsuliyyətli və çalışqan bir fəhlə olmalısınız. Orta təhsiliniz olmalıdır təbii ki. Belə bir işdir. Qeyd olunmuyor başqa detallar, yəni yaş və başqa əmək haqqı kimi detallar. Fəhlə işi 600 manatlıq da var yoldaşlar. Bu isə Bakı Dərnəgül Elit Ticarət Mərkəzinin yanındadır. Maaş 15 gündən 1 verilir. Yemək verilmir. 23-50 yaşlı bir şəxslər üçündür. Market mallarının boşaldılması, maşına yüklənməsi, ambarda düzmə işlərindən məşğul olursunuz. Sonra 600 manatlıq fəhlə işi başqa bir yerdə də var. Maçdağda yerləşən istehsalat sexində lazımdır. Gübrə, biogumos və torpağı ələyirsiniz, təmizləyirsiniz, sexlərə verirsiniz. Bu tipli bir işdir. 450-600 manat arasındadır əmək haqqısı. 20-45 yaşlı şəxslər üçündür yoldaşlar. Ona görə də bu sərf eləyir ümumiyyətlə əmək haqqıya əsasən Ramana, Maçdağa, bu zaman tərəfdə qalanlar üçün bu daha rahat olar. Çünki gəlib getmək məsələsi var. Saatlarınız ola bilər digər yerlərdə yaşayanlar üçün. Sonuncu fəhlə işi isə Aras supermarketindədir yoldaşlar. Bu isə 500-600 manat verir. 18-50 yaşlı şəxslər üçündür. Kişilər üçündür təbii olaraq. Belə, bu və bənzəri iş elanlarla tanış olmaq üçün, ümumiyyətlə iş axtarışınızı dəstək eləmək üçün videonun üzərində qeyd olunan əlaqə vasitəsinə özəldən yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.